Salam hörmətli izləyicilərimiz, Bakı-Şamaxı Yevlax magistralının 127-ci kilometrində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumatlara əsasən 2 nəfər hadisə yerində həyatını itirib. Hadisə yük avtomobili ilə Mercedes markalı avtomobilin toqquşması nəticəsində baş verib. Evakuatör yaklaşık sonra yol bırakır. Sonra da bunu ehtiyatlı olun, tamam. O sizi görmür. Sen böyle gel.